Deməli, keçək sual-cavaba. Sual-cavab nətər olur? Əla. Mikrofonlar necədir ümumiyyətlə? Mikrofon var səhnədə. Səhnədə mikrofon var. Deməli, sual vermək istəyənlər xahiş edirəm əllərini qaldırır. Biz ilk 3 sualı təyin edirik. Elə suallar gedir. Deməli, neçə mikrofon var səhnədə? 2. Biri orada, biri bəs. Biri də orada. Başladıq bu müəllimdən. Bax, bu müəllimdən başladıq. İkinci sualımızı verəcəkdir. Ora, ora, bəli. Sual verəndən sonra müəllimdən mikrofonu götürürük, yönləndiririk o tərəfə. Bir də xahiş edirəm, suallarımız maksimum lakonik olsun. Sual olsun da yəni. Məncə çox maraqlı sual olacaq. Azərbaycanda 95% CEO-lar təyyarənin qara qutusu kimidir. Onlardan məlumat almaq çox çətindir. Sosial medialarına da baxanda öyrədici kontent görmək çox çətindir. Sanki sosial mediadan uzaqdılar. Belə olduğu halda, yəni yeni liderlər yetişmir. Yeni liderlər ancaq sizin yanınızda yerləşir də 3-4 nəfər olurlar. Qalanlar da yönəlir xariciləri tərəfə və xarici кейslərə. Bu nə ilə irəli gəlir? Yəni, sizcə bu kompleksin bir hissəsidir, mental koddur, yoxsa yox? Çünki sual kimədir? Hər üç spikerədir. Çünki Azərbaycan CEO-ların çoxsunu nə podkastda görə bilirik, nə özlərinin məşhur şüarlarını anlayırıq. Həmişə müraciət edirik Warren Buffett-ə, nə bilim Adam Smith belə dedi, o dedi, bu dedi. Amma Azərbaycan sahibkarı nə dedi? Adım Ceyhun Fərzəliyev. Oldu, çox sağ olsun, minnətdaram Ceyhun bəy. Yönləndirin orada. Hər üçünüz imkan varsa qısa cavab verin də. Tamam. Əslində, təşəkkür edirəm, çox yaxşı sualdır. Amma qısa olmayacaq da. Birincisi belə bir şey deyim ki, təsvir olsun ki, bizim cəmiyyətdə həmişə belə bir qıraqdan gələn həmişə şirin olur. Bu yanaşma var. Aleksandr filan kəs gəlir, 500 manata da bilet satılsa, hamı çıxıb gedir, orada bəhbəhlə iştirak edir. Bayaqlarda mən qeyd elədim, həyat reallıq əks elətdirdi. Yəni, hər şey elə yazılan, o pafoslu sözlərindən ifadə olunsaydı, hamı milyoner olardı, biznesmen olardı, uğurlu iş adam olardı. Birincisi, mən şəxsən öz adımdan deyirəm ki, düzdür, mənim zamanım çox məhduddur, bizim işimiz çox dinamikdir və mənim şəxsi öz iş qrafikim 12 saatdan az deyil. Yəni, mən hər gün 8-in yarısı işə başlayıram, axşam 9-dan, 8-dən də tez bitmir. Amma buna baxmayaraq, bizdə də, məsələn, çox təklif yoxdur. Çox da düzü zamanım olmadığı üçün, mən birə-bir də zaman ayırmağa heç bir problem yoxdur və yaxud da ki, bəzən də baxırsan ki, elə yerlərdən təklif gəlir ki, yəni orada elə bir adam yoxdur da, yəni öyrənəcək adam da, üzr istəyirəm, yəni mən şey demirəm, amma eqoizmdən tamamilə kənar deyirəm də, yəni ona gedib zaman ayırıb və yaxud da orada bir şey öyrədə biləcəyim bir adam da yoxdur. Yaxşı podkastlar da yoxdur yəni. Bəli. Amma bir dənə çox üzr istəyirəm, yox, yəni əsas məsələ nəyə demək istəyirəm, amma biz özümüzdə də nələrsə dəyişmək lazımdır da, yəni reallıqda biznes əks elətdirir də kim nə iş görə bilir. Mən şəxsən özüm baxıram ki, bəzən görürük tədbirlər olur, düzdür, vaxt elədiyimə imkan aldığı qədər gedirəm. İlkin mən bir dənə çox üzr istəyirəm, vaxta girməyim. Amma baxırsan ki, adamlar bütün günü tədbirdə iştirak edir. Mən sadəcə elə insanlara həqiqətən yaxşı mənada heyrət edirəm ki, bunlar nə zaman işləyirlər, necə işləyirlər. Amma reallığa baxanda şəhərimizdə o qədər uğurlu bizneslər var ki, real кейslər var ki, adam sıfırdan o işin başına gəlib. Biri də mənim özüm, mən sıfırdan gəlmişəm. Amma gedirlər, Aleksandr dediyim kimi, filan kəs və filan kəs gələndə... Okey, çox sağ olsun, minnətdaram. Siz də qısaca olaraq bu suala fikir bildiriniz, zəhmət olmasa. Valla adamın biri 30 böyle sayfa mektup yazmış arkadaşın. Altına da demiş ki çok vaktim yoktu, kusura bakma. O yüzden uzun yazmak zorunda kaldım. Kısa yazmak için çok fikirleşmek lazım. Bizde de o kadar zaman yok. Anladım. Çok sağ olun. Sizin fikriniz var mı görmem? Çok kısa diyeyim ki yani burada bizim milli vərdişlərimizin də böyük rolu var. Yəni məktəbdən başlayan. İnşallah gələcək nəsil bizim uşaqlar elə olmayacaq. Bizə həmişə danışma, az ola, bəsdir, ağır ol. O nəticəsidir yəni. O da doğru. Çox sağ olun. Çox minnətdaram. İkinci sualımız.
İkinci sualımız oradadır, üçüncü sualımız orada. İkinci sual kimdir? Bir də İlkin müəllim, çox üzr istəyirəm. Suala keçmədən bir şey də deyim. Deyin. Elə tədbirlərdə olanda adətən də, yəni gəlib görürük. Gedirsən tədbirə, o mövzudan başqa hər şey olur. Hamı nəsə istəyir, nəsə çalışmaq istəyir. Həm də biznesdən meyvə danışırlar. vermək istəyir, nəsə mövzu qalır qıraqda, getdiyinə peşman olursan, salamlaşa da bilmirsən insanlarla. Çox sağ Yəni ol. bu gerçəkdir, bunu da deyim. İkinci sual, üçüncü sual. Hər vaxtınız xeyir. Mikrofonu yönləndirmisiniz. Buyurun. Hər vaxtınız xeyir. Sual vermək üçün şans yaratdığınız üçün təşəkkür edirəm. Savalan Əmirov, ŞP şirkətini təmsil edirəm. Sualım Rəşad bəyədir. Rəşad bəy, sualım belədir ki, hazırda bir çox şirkətlər çox qəşəng dəyərlər müəyyənləşdirirlər. Amma real iş mühitində görürsən ki, bu dəyərlər belə deyim, komandaya uyğun deyil. Komanda ya buna inanmır, ya da ki bunu yaşamır bu dəyərləri. Sizcə bu situasiyada hansı qərar daha doğrudur? Yəni biz dəyərləri dəyişdirməliyik, yoxsa bu dəyərlərə uyğun komanda formalaşdırmalıyıq, Çox sağ olun. yəni gətirməliyik? Çox sağ olun. Təşəkkür Aydındır. edirəm sualı. Təşəkkür edirəm. İşləyir, hə. Biz dəyərlərimizi formalaşdıranda yazı üzərindən formalaşdırmamışıq, qeyd edeyim. Yəni uzun zaman onun üzərində böyük komandamız çalışıbdı və bizi necə əks elətdiri qoymuşuq ora. Ki, yəni biz necə olmalıyıq, uğurlu olmaq üçün nələr eləmək lazımdır. Yəni bunların başında duranda ədalət tərəzisidir. Ədalətli olmaq zorundayıq. Yəni bəzən görürsən ki, çətin olur. Biz komandamız bunu eləməlidir. Bu şirkətimizin genetikasıdır. Hər bir şirkət necə görmək istəyir özünü, necə olmaq istəyir, hansı məsələləri özündə əks elətdirmək istəyir, bu çox önəmli faktordur. Yəni biz dəyərlərimizi əks elətdirməklə, o yazılar tək yazı deyil, yəni yazın yazmaq bir qəhrəmanlıqdır. Əsas qəhrəmanlıq onu tətbiq eləməkdir. Yəni ona nail olmaqda. Artıq bizim belə deyim də, yəni gələndə birinci insanlar toplantı otaqlarında da biz o yazını vurmuşuq. Soruşur ki, bəs ədalət, mənim haqqımı pozurlar, mənim haqqıma girirlər. Yəni bu insanlar artıq səsləndirib və tələb edirlərsə, demək ki, azacıq da olsa biz onu komandamıza aşılaya bilmişik və özümüzdə də bunu eləmək məcburiyyətindəyik. Bəli, yara kəsiləndə acı olur, duz səpmək, onu damğalamaq məcburiyyətindəyik. Çox sağ olun. Təşəkkür Üçüncü edirəm. sual. Təşəkkür edirəm, çox sağ olun. Salam, hər kəs salamlayıram. Mən Fərid Teymurlu, vergi mütəxəssisi olaraq çalışıram. Sualım birincisi Rəşad müəllimədir. Bu düzgün kadrları ki, təyin eləyəndə, xüsusən Arazda hansı metod və formullardan istifadə edirsiniz? Bunu bilmək daha maraqlı olar. İkinci sualım Edgar müəllimədir. Komandaya sahiblənmə ruhunu necə verirsiniz, necə ötürürsünüz ki, o komanda artıq orada özünü sahiblənmiş kimi hiss eləsin. Çox sağ olun. Təşəkkür edirəm. Növbəti sual vermək istəyənlər əlini qaldırsın, xahiş edirəm. Aha. Təşəkkür edirəm. Bölmə müdirinə qədər olan bütün təyinatları aidiyyatı struktur rəhbərləri, yəni idarə heyətinin üzvü, amma birbaşa bağlı olanları təbii ki, məsləhətləşirlər. Bunda prosedur qaydaları var, bu insan resursları müəyyənləşdirib və struktur rəhbəri, o deyək ki, imtahan və s. Bu prosesləri keçdikdən sonra. Amma şöbə müdiri və üstünü, yəni yekunda tövsiyə, yəni üst rəhbəri təqdim edir. Əgər uyğun hesab ediriksə, biz də tanıyırıqsa, arxadakı təbii ki, o yazı, pozu və proseslər həyata keçirdikdən sonra bu şəkildə təyinat olunur. Yəni təyinata olunanda üst rəhbərin fikri çox önəmlidir. Çünki onun komandasında fəaliyyət göstərəcək və yekun nəticədən o sorumluluq daşıyır. Amma yəni çox əmin olanda ki, bu adam uyğun deyil bura, mən israr eləyirəm, amma uyğun olduğu halda özü sorumluluq alırsa heç bir sual yoxdur. Çox sağ olun. Növbəti sualı görə mən siz cavab verin. Sual cavablamaq çox sağ olun, maraqlı sualdır. Bayaq qeyd edeyim ki, bu biraz vaxt aparan prosesdir sahiblənmə ruhu. Amma potensial talantı olan adamı götürmək lazımdır. Mən də bütün pozisiyalara, mən heç vaxt intervyu prosesinə qarışmıram. Çünki onun rəhbəri cavabdehdir və sahiblənmə ruhu var. O zaten işi bacaran adamı götürməlidir komandaya. Amma bizdə belə bir kobud da səslənsə, o adamlıq tərəfinə mütləq baxırıq bir yerdə.
birinci adamlığıdır, sonra peşəkar tərəfidir. O adamlıq hissəsində də o girişimci kafalı adamlar. Bizdə yəni normal adam işləməzdi o vaxt. Çünki lisenziya yox, fintech, bilinmir hara gedirik. Amma ABB departament direktoru, Unibankın Manşet deyə cavab deyil. Normal adam bizdə işləməzdi. Hə, elədir, elə deyirik. Biz amma o yəni interesli adamlar yəni işləyirdi və bu gün hamısı məmnundular çünki o ruh var idi, sahiblənmə, özünün eləmək istəyirdi. Qat-qat çox maaşa belə qayıtmırlar yəni. Bizim komandada davam edirlər. Çox sağ olun. Növbəti sual vermək istəyənlər, xahiş edirəm bir də əlinizi qaldırın. Deməli, gender bərabərliyini qoruyaraq bir xanım buradan, deməli 1, 2, sonra 3. 1, 2, 3. 2, bəli. Bəli, buyurun. Salamlayıram hər kəsi. Arzu Zülfüqarova, Accounting Az şirkəti. Sualım hər üç spikerədir. Gələcəyin liderlər üçün ən əsas 3 yumuşaq bacarıq hansı olmalıdır? Çox sağ olun. Təşəkkür ederim. Ben meraklı olmalı diyorum en önemlisi. Merak olmazsa öğrenmek olmuyor. Eğer liderlik yapacaksanız öğrenmeniz lazım. O yüzden de yüksek meraklı, aynı zamanda enerjisi yüksek. Meraklı sözünü Azərbaycan türkçəsinə necə yaxşı tərcümə edirlər? Meraklı, Mənim özümə də o söz maraqlı deyil. Elə maraqlı da. Yəni Maraqlı, hə? yani Nəyəsə her şeyi öğrenmek okey. isteyen, yapıp bozmaktan keyif alan birisi olması lazım. Əla. Siz Rəşad müəllim? Mən üçün uğurun yolu lider olsan da, olmasan da inkişafın uğurun yolu 3 dənə ana təməli var. Birincisi məsuliyyətdir. Məsuliyyət, disiplin, zəhmətkeşlik. Bu üçü olmayan insan uğurdan söz gedə bilməz. Yəni 12-də qalxım uğurlu olum. Nə bilim, axşam işdən tez gedim uğurlu olum. Heç nədən sorumluluq daşımayım. Az işləyim, çox qazanım, belə dünya yoxdur. Bunları eləyən varsa, mən bu il, neçə illik bu təcrübəmdə, oxuduğum universitetdə, kitablarda öyrəndiyim bu şey var və xüsusən də öz təcrübəmdə. Zəhmətkeş olan, məsuliyyətli, disiplin olan adam gecdə olsa, uğur və nəticə əldə edir. Mənim üçün 3 dənə məsələ aksiomadır. Tam aydındır. Siz Öqə bəy? Bütün bu qeyd olunanlara əlavə olaraq insanın emosional intellekti çox kritik rol oynayır. O nə deməkdir? Yəni özünü anlama və qarşındakına empatiya göstərə bilmə qabiliyyəti liderdə olmalıdır birinci növbədə. Çünki nəyisə tələb eləyəndə, nəyisə irad bildirəndə və yaxud geri bildirim bildirəndə o özün necə xoş olardı, qarşıdakı insan bunu necə qəbul edə bilər, hansı səbəblərdən o bu addımı atıb, bütün bunları emosional olaraq dərk eləyə biləndə artıq o liderin tələbi də, istəyi də, yön göstərməyi də komanda tərəfindən düzgün algılanır. Əla, çox sağ olun. Mikrofon ikinci sual, buyurun. Təşəkkür edirəm. Spikerlərə də minnətdarlığımı bildirirəm. Çox gözəl, ətraflı çıxışlar elədilər. Əsas sualım mənim qlobal miqyasda, məsələn deyək, bu il üçündə, 2025-ci ildə hansı biznes idarə etmə trendlərini əsas biznes idarə etmə trendləri kimi görürsünüz və bunları Azərbaycan reallığında tətbiq eləyəndə çətinliklər nədən ibarətdir? Məsəl üçün, indi bilirsiniz, bu rəqəmsallaşma prosesləri, süni intellekt prosesləri gedir və eyni zamanda bugün hər kəsin əlində bir telefon var. İstehlakçı mağazinə girib bir məsələni artıq çəkib qısa bir müddətdə ictimaiyyətləşir və bu reputasiya riskinə gətirib çıxarır. Bunlar proseslərdə idarə etməyə necə təsir göstərir? Fikirlərinizi hər birinizdən eşitmək mənim üçün maraqlı olardı. Xüsusilə Türkiyə misalında qonağımız Bürhan bəy Azərbaycanda çalışır, amma ki, Türkiyədən müqayisə eləyəndə Türkiyədəki biznes idarə etmə trendləri ilə Azərbaycandakı siz onları necə fərqləndirərdiniz? Yəni, orada nə işləyir ki, burada işləmir? Çok sağ olun. Ya kanımca iki tarafta birbirine çok benziyor. Arada pek de bir farklar yok. Ama değişen dünyadaki adaptasyon önemli. Şimdi suni intellekt dediğiniz yerde, yani benim bir bankacı patronum vardı büyük. Şimdi beni arıyordu vaktinde. Diyordu ki ne kadar kaç ton un satıyorsun? Çünkü bir uncuya gitmiş, ona kredi satacak. Şimdi biz de o zaman faaliyet raporları yapardık ki sual gelen de diye ki bu kadar un satıyorum çünkü ona kredi satacak da. Şimdi bu suni intellekte geldi. Artık bundan sonra patronlar bize de sormayacak.
Çünkü ChatGPT gibi bir şey olacak gibi hayal ediyorum ben. Açacaksın, diyeceksin ki benim işte mağazam, en çok satış yapan mağaza hangisi? Bu mahsulü hanginde sattım? Hangi satıcı performansı düşüktü? İşe gelmeyen kimdi? O sana zaten diyecek. Şimdi gideceğimiz yer bence daha önemli. Yani aradaki farklardan ziyade şu anda bir sual veriyoruz değil mi? ChatGPT'de kullanıyorsunuz mu? Bilmiyorum ki. Yani pek çok şey biliyor. Şimdi bütün bizim database'i bağladığımızı hayal edin ona. Bunu da patronun elinde olduğunu düşünürseniz idare etmeciler için biraz çetin olacak ama her şeyi bilen bir şey olacak. Ondan da bir kararlar almak gerekiyor. Dolayısıyla bir değişim olacak. Çox sağ olun. Bütün hallarda hər şeyi bilmək də çox da vacib deyil də, ziyandır bəzən. İşte soran da cevap vermesi yeterli. Doğru. Çox sağ olun. Növbəti sual. Əhmədova Nərminə, Paşa Həyat Sığorta Şirkəti Satış Departamenti. Sualım ilk öncə Rəşad bəyə olacaq. Rəşad bəy, süni intellekt və texnologiyanın sürətli inkişafı market sahəsinə necə təsir edir? Və 5 ildən sonra, belə deyim, siz market sahəsini harda görürsünüz və siz bununla bağlı nə işlər görürsünüz? Birinci sualım bu olacaq. İkinci sualım onunla bağlıdır ki, o da Rəşad müəllimədir hələ ki, kifayət qədər iri marketlar var bugünkü gün bazarda. Həmin marketlarla rəqabəti necə təmzinləyir Araz Market? Çox sağ olun. Təşəkkür edirəm. Süni intellekt nəinki retaildə bütün dünyanın sarmaşıq halına salıbdır. Biz indi robotlaşmanı bəzi ofis daxilində proseslərimizdə tətbiq eləməyə çalışırıq. Bu dəqiqə hal-hazırda proses gedir. İnşallah yaxın zamanlarda artıq canlıya alacağıq. Çox da uğurludur. İrəliyə doğru təbii ki, bilirsiniz də onlayn satış var. Sonra yeni, bu yaxınlarda biz appimizlə saytımızı istifadəyə verdik. Orada artıq bəzi dediyiniz o süni intellektlərin tətbiqini mağazalarda nə etmək olar? Mağazalarda dünyada, Avropada xüsusən tətbiq olunan bir çox məsələlər var ki, bizdə tətbiq olması çox bahadır. Birincisi, self-checkout, özünə xidmət kassalardır, hansı ki, biz burada uzun müddətdir, neçə illərdir tətbiq eləmişik, uğursuzdur. Amma yenə də buna baxmayaraq, ən son versiyasını Azərbaycan dilində 6 ay testdən sonra 3 mağazamıza tətbiq elədik. Amma yenə də o effektivlik yoxdur. Bir bu. İkincisi, elektron qiymətliklər var. Biz tətbiq elədik, çox bahalı bir avadanlıqdır. Yəni o göründüyü kimi rəflər deyildi. Onun arxasında softu var, xüsusi Wi-Fi ötürücüləri var və s. və ilaxır. Amma bu da effektivlik deyil. Çünki biz ciddi şəkildə idxal ölkəsiyik. Məhsullarımızın gəlişində, stoklarının stabilliyində problem var. Ona görə o planoqramı %100 tətbiq eləmək olmur. Amma Avropada planoqram var, yerli istehsalları var. O məhsulun dayanıqlığı olduğu üçün onu tətbiq edə bilirlər. Və bunun arxasında yəni proseslər var. Üçüncüsü nə var? Xüsusi robotlar var ki, hansı ki, rəflərin stokautunu ölçür və s. və ilaxır. Yəni xüsusi cihazla və yaxud da ki, insanların oğurluğunu, deyək ki, orada rəfdə təmaslarını ölçür ki, hansı məhsullara, hansı aralıqda toxunurlar. Bunlar da çox bahalı mexanizmdir və bizim bugünkü gündə karlılıqlarımız o vəziyyətdə deyildir. Yəni bizim dükanlarımızın bir çoxu zərər edir. Reallıq retail bazarında ortadadır. Çünki rəqabət mühiti də doğru düzgün deyil. Çünki hərə elə rəqabət mühiti var ki, ikinci də elə ona gəlirəm. Bilməm, bunu cavablandıra bildimsə ona da keçim. Rəqabət mühiti o qədər belə anlaşılmazdır ki, 3 manata alırsan, biliyorsan 90 qəpiyə satırsan. Yəni bir gündə 300 min ziyan eləyirsən. Mən o günləri misal çəkdim, bananda bayram günü biz bir günə 300 min ziyan elədik. Amma 300 mini qazana bilirikmi? Xeyr. Yəni işçilərimiz çoxdur, komanda çoxdur. Bəzən də görürsünüz sosial mediada gəlir bir nəfər bir şey görür, çəkir. Amma başa düşmür ki, bunun arxasında nə qədər insanın əməyi var. Sən onu çəkməklə nə əldə edəcəksən? Biz də başa düşürük də. Biz heç kimə istəmirik ki, uyğunsuz mal sataq. Amma insan faktorudur. 10 min insandan söhbət gedir. Çox üzr istəyirəm, bizim xanımlara həmişə misal çəkirəm ki, birinin evinə 10 nəfər qonaq gəlir. O çıxıb gedəndə bir gün ev təmizləyir xanımlar, qabları yuyurlar və s. və ilaxır. Amma düşünün 500 min insan girir, dükan var ki gündə 4 min insan girir. Orada dağıla bilər də, bu hamımızın başına gələ biləcək bir şeydir. Və yaxud da ki orada çalışan insanlar da kimisə övladı, bacısıdır. Elə rəftar eləyirlər ki, bəzən adam heyrət eləyir ki, görəsən bu bizim cəmiyyətimizdə yaşayır bu insanlar.
Amma bizim üçün müştəri hər şeydən önəmlidir. Onların iradları gözümüz üstündədir. Bəs Bütün iradları digər da qəbul edirik. şəbəkələrlə necə rəqabət aparırsınız? Hə, digər şəbəkələrlə də təbii ki, bu strateji yanaşmalar var. Mütəmadi yoxlayırıq. Arazın gücü nədədir? Arazın gücü həmişə komandasında olur. Komandası Yəni müştəriyə necə yansıdır onu? Ya qiyməti salmaq qəhrəmanlıq deyil. Qiyməti istənilən adam sata bilər. Bəzən o vaxt bizim satış komandası gəlir deyirdi ki, məsələn kərə yağın qiyməti yeni. Deyirəm ankoru 10 manata misal reklam olmasın deyirəm. Və yaxud hansısa yağı 50% endirmə salıb satmaq qəhrəmanlıq deyil. Qəhrəmanlıq fərqlilik yaratmaqdır. Fərqlilik müştəri səni niyə seçməlidir? Niyə gəlməlidir? Ya gülər üzün olmalıdır, qiymətin də yaxşı olmalıdır, mağazanda təmiz olmalıdır. Təbəssümü kopyalamaq olmur. Razıyam. Amma biz çalışırıq ki, müştərilərimizdə doğma olaq, onları aldatmayaq. Səhvlərimiz olur, bəli, qəbul edirik, düzəldirik. Amma əmin olun ki, yəni mən əminliklə deyirəm, yəni bizim bu boyda insan bilir də, yəni biz çalışdığımız qədər istəyirik ki, müştərilərimizə səmimi və dürüst olaq. Çox sağ olun. Növbəti suallar. Bir dənə sualım hələ bitməyib, üzr istəyirəm. Buyurun. Edgar müəllimə sualım olacaq. Siz də bir CEO kimi ən çətin qərarınız nə olub? İstər bu düzgün qərar olsun, istər yanlış qərar olsun və ondan nə kimi dərs almısınız? Əslində ən çətin qərarı indi verməyə ərəfəsindəyik biz. Çünki biz bankdan principal üzvlüyü var Visa ilə Mastercarddan. Yəni biz ya demək olar bank oluruq da, yəni böyük investisiyalardır və Rəşad müəllim bayaq nümunəsi kimi də o Qobustandakı dükanı açaq-açmayaqdan biraz çoxdur onun xərci. O qərarı verməkdir və biz bu gün bazara bütün hallarda açmaq lazımdır. İndi burada çox siyasi məqamlar da var, partnyorlarımız var, mövcud banklar var və s. Bu dəqiqə ən çətin qərar odur. Amma indiyə qədər çox olub. Xüsusilə insanlarla bağlı qərarlarda çətinlik çəkirik. Biznes problem deyil. Çox sağ olun cavaba görə. Deməli, mikrofonu ora verək. Növbəti bir dənə mikrofon ora, bir dənə də mikrofon stol görə bilmir. Olsun. Hamınızı salamlayıram. Mən OKPrint mətbəəsinin təsisçisiyəm. Sizə sual vermək istəyirəm mən süni intellekt haqqında. Bu günlər biz baxırıq sosial mediada əksər işlə, bizneslə bağlı danışıram. Əksər paylaşımlar baxırsan ki, süni intellektin yaratdığı paylaşımlardır. Məsələn, vakansiya paylaşımları falan. Və artıq həqiqətən də paylaşımlarda və idarəetmədə sünilik hiss olunur. Öz təcrübəmdən bir şey paylaşmaq istəyərdim. Deməli, reklam çəkilişləri aparan zamanı mətin yazırdım. Ondan öncə də ChatGPT olmayan vaxtı mən özüm fikirləşib o sözləri yazmışdım və növbəti reklam çəkilişlərində artıq ChatGPT var idi və ChatGPT-dən istifadə elədim. Amma gördüm ki, nəticə olaraq mənim öz yazdığım mətin daha uğurlu oldu, daha müştərilər daha çox dəyərləndirdi. Sualınızı çox lakanik eləyin. Qısa olaraq demək istəyirəm ki, sizcə ümumiyyətlə ChatGPT-nin zərərləri nə kimi ola bilər? Çox sağ olun. ChatGPT-nin zərərləri barədə hansınız daha yaxşı məlumat verə bilərsiniz? Bu çox subyektiv olacaq, yəni bu İnsana görə dəyişir. Yəni mənim təqdimatım başdan axıra qədər ChatGPT yığmışdı, hamısını. Burhan Bey, siz necə düşünürsünüz? Ben promptu vermiştim, o yazmıştı. Şöyle düşünüyorum, siz yani eğer insanlara zarar veren, değerlere aykırı bir biçimde kullanırsanız kötü olacak. Evet. Onun içinde kalırsanız iyi olacak. Yani bu biraz da kullanıcıya bağlı. Evet. Bununla ilgili engeller olabilir içinde ama. Çox düzgündür. Bizim kəndə qaz çəkəndə qoymurlardı ki, evimiz yanacaq. Bəli. Yəni elə də kimin üçünsə ChatGPT evi yıxır, kimin üçünsə evi qurur. Növbəti sonuncu sualımızdır. Təəssüf ki. Hər ikiniz xahiş edirəm də sual verin. Həm o xanım, həm bəy. Amma çox qısa sual verin, xahiş edirəm. Təşəkkür edirəm. Hər kəsə salamlar. Aysel Naxiyeva, Eken Smart City.
Sualım belədir ki, bilirik ki, günümüzdə hibrid iş modeli çox geniş yayılıb. Sualım da o idi ki, əməkdaşların uzaqdan işlədiyi şəraitdə onların effektiv idarə edilməsinə uyğun hansı yeni strategiyalar yaranır? Çox sağ olun. Öncədən təşəkkürlər. Kim cavab? Olar Bəli, birinci buyurun, mən çünki buyurun. biz burada mən bir sirr açım ki, əməkdaş hibrid işləyəndə əslində işverən olaraq o əməkdaşı mən daha çox istismar eləmiş oluram. Səmimi deyim də. Bizim işdə belədir. Yəni mən normalda 9-6 bu developeri çağırım işə. Sonra şənbə günü bazar gününə keçən gecə səhər saat 5-də problem olanda mən bu adamı oyadım, overtime ödəyim. Ondan sonra bizdə necədir hal-hazırda? Full hibriddir. Məsələn mən satış direktoru sizin yanınızda əyləşib. Mən onları ofisdə görəndə narahat oluram ki, siz bura niyə ofisdəsiz? Yəni siz ofisdə mən varam da ofisdə. Və bu hibrid işi, hibrid rejim olması ikinci bizim developer tayfasında bizim üçün ekstra bir benefitdir. Yəni 2-3 dəfə olub ki, 20%, 40% çox əmək haqqına, başqa pozisiyalara mənim komandamın əməkdaşı getməyib. Çünki biri İsmaillidadır, biri Sumqayıtda 2 həftədən biri görürük onu. Çox sağ olun. Buna görə. Sonuncu sualımız. Hamını salamlayıram. Adım Səttardır. Sisinetin satış rəhbəriyəm. Sualım Rəşad müəllim olacaqdır. Rəşad müəllim, süni intellektin tətbiqi yaxın 2-3 il ərzində sizdə biznesinizdə hansı vakansiyaların aktuallığını azaldacaq və hansı vakansiyaların aktuallığını çoxaldacaqdır? Çox sağ olun. Biz bu dəqiqə tətbiq eləyirik. Dediyim kimi, maliyyə sahəsində tətbiq eləyirik. Artıq orada ciddi verimlilik var. Hətta, belə deyim də, bir neçəsini də tətbiq eləmək istəyirik. Yəni, ondan sonra digərlərinə keçmək ola bilərmi, olmazmı? Bu bizim özümüz üçün də yenidir. Amma çox ciddi effektivliyini görürük. Çox sağ olun. Sürətli eləyir və 7-24 fəaliyyət göstərir. Əla. Çox sağ olun. Hər birinizə minnətdarıq. Fəridə xanımı səhnəyə dəvət edirik. Təşəkkür edirəm İlkin bəy və söz verdiyimiz kimi sual-cavab hissəsində ən yaxşı sualları verən qonaqlarımız, dostlarımız bizdən hədiyyələr qazanacaqlar. Təbii ki, ən yaxşı sualın müəllifini moderator və spikerlər birlikdə müştərək seçəcəklər. Düşünürəm ki, ilk sualın müəllifini seçməyin vaxtıdır. Həmin şəxs bizdən 166 yük taksisindən hədiyyə çantası qazanacaq. Düşünürəm ki, hansı kimi seçə bilərik? Neçə hədiyyəmiz var? 5. 5 nəfər bizdən hədiyyə qazana bilər. 5 hədiyyəmiz var və biz 5 uğurlu sual seçməliyik. Kimdən başlayaq? Gəlin elə saat əqrəbi ilə. Benim hafızam çok iyi değil. Ben sualleri unuttum. Burhan bəy gərək qeydiyyat aparardı sözünüz üçün. Aynalar, bütün sualler kıymetli. Əla. Ben seçemiyorum açıkçası. Mən Burhan bəyin yerinə seçeyim. Burhan bəyin yerinə oynayıram. Deməli, bir müəllim var idi. O deyirdi ki, niyə görə Azərbaycanlı rəhbərlər az danışır? Siz zəhmət olun səhnəyə yaxınlaşın. Təbrik edirik sizi. Ben bir tane diyebilirim ama hibrit çalışmayla ilgili hibrit diyen de ilk aklımıza şey geliyor. Ofiste değil de evde çalışsak diye. Ben diyorum ki evde değil de sahada çalışsanız ne olur? Ofise gelmeyin de sahaya gidin. O da hibrit olsun. Buyurun hədiyyəniz. Təbrik edirik sizi. Şəkil çəkdirək. Şəkil çəkdirim. O da olar. Oldu, çox sağ olun. Deməli, bir daha təbrik edirik sizi. Və növbəti sualın müəllifi isə Akvin qrupdan xüsusi bir hədiyyə qazanacaq. Rəşad müəllim, buyurun. Hansı sualı bəyəndiniz? Vallahi Törən qabağında demək biraz doğru olmur, amma bütün suallar həqiqətən çox dəyərli idi. Mən də birinci sual, bir də Paşa sığortaydı, xanım səhv eləmirəmsə. Paşa həyat, üzr istəyirəm. Gəlin yaxınlaşın səhnəyə. Çox əla. Alqışlarınızla. Həm də gender bərabərliyini pozmamış olarıq. Bu diqqətinizə görə çox sağ olun. Bu arada deyim ki, bizim komandamızın 55%-i xanımdır. 52%-i. Buyurun. Əla. Salam Buyurun hədiyyəniz. Təbriklər. Siz sağ olun. Uğurlar, təbrik edirəm.
Təşəkkürlər və üçüncü sualın müəllifi isə Creatime'dan hədiyyə qazanacaq. Mətbəə çaplarının 25% endirim. Buyurun İlkin bəy. Siz Elqar müəllim. Mən bu vergi əməkdaşının verdiyi sual, hər iki sual maraqlı idi. O vergi əməkdaşı idi. Vergi müfəttişi oldu. Biraz ehtiyatlı olmaq lazım. Vöynimizi də bütün hədiyyələri onlara verək. Yəni bir dənə versə bəs. Bir dənə dəqiq vergidədirsə, bütün götürək yığaq sənə. Qorxusu yox. Çox maraqlı sual idi həqiqətən. Çox sağ olun. Əslində zarafat edirəm. Zəhmət olmasa. Amma qida sektorunda ən çox vergi ödəyənlər. Zarafatın payı. Buyurun, hədiyyənizi təqdim edək. Təbriklər. Buyurun. Sağ olun. Hamısını belə sərgənlə verək, ya biri bəs? Sağ olun. Bir daha təşəkkürlər sual verdiyiniz üçün və növbəti hədiyyəmiz isə Flamingodan olacaq. Xüsusi bir hədiyyə bağlaması olacaq. Növbəti sualın müəllifini kim seçəcək? İlkin bəy. İlkin bəyin özünün burada qeydləri var idi. Onlar Flamingonu mən seçim. Əlbəttə o var. Mən Arzu xanımı biz qeyd etmək istəyirik bir yerdə. Arzu xanımı. Ağır bir bağlamadır. Ona görə mən Arzu xanım. Təşəkkürlər. Buyurun Arzu xanım, gəlin. Sual nə ilə bağlı idi? Xatırlayırsınızmı? Arzu xanım sual vermişdi. Bəli, təkrar edin. Gəlin mərkəzə, hamı görsün sizi. Yeni nəsil liderlərdə 3 vacib bacarıq hansıdır? Bu barədə idi. Arzu xanım, buyurun hədiyyəniz. Təbrik edirik. Təbrik edirəm. Çəki çəkdirək. Mütləq xatirə şəkli. Təbriklər. Təşəkkür edirik bir daha və sonuncu hədiyyəmiz isə Çaytekdən olacaq. Portativ akustika şarjla birlikdə bir xüsusi bir hədiyyə bağlamamız var. Burhan bəy, bəlkə siz mənim yerimə də siz oynayasınız. Ben sizin yerinizə oynamayayım, siz buyurun. Deməli sual. Yadda qalan suallar. Çətin oldu seçmək deyəsən. Sonuncu sualımız var idi. Bəli. Böyle sükut çöktü sanki böyle. Çok qəribə bir. Gəlin alqışlarınızla sükutu pozaq. Sualı xatırlayırsınızmı? Müəllim bir daha sualını təkrarlasın. Cənab, bəli. Gəlin özünüz bir daha xatırladın. Mikrofon, düşünürəm ki, bunlar işləməlidir. Gəlin yoxlayaq. Yaxın 2-3 il ərzində süni intellektin tətbiqi zamanı sualım Rəşad müəllimə idi. Yəni hansı vakant yerlərin aktuallığı azalacaq, hansı vakansiyaların aktuallığı çoxalacaqdır bununla bağlı idi. Evet, çox sağ olun. Buyurun, hədiyyənizi də təqdim edək. Bir daha təbrik edirik sizi. Uğurlu işlərinizdə. Və beləliklə düşünürəm ki, artıq paneli bağlı elan etməyin vaxtıdır. Bir daha bütün spikerlərimizi, həmçində moderatorlarımıza, İlkin bəy sizə, Burhan bəyə, Rəşad bəy və Edgar bəyə təşəkkürlər. Alqışlarınızla təbii ki. Çox sağ olun, forumumuza gəldiniz və bizə dəyər qatdınız və öz bilik və bacarıqlarınızı bizimlə, qonaqlarımızla bölüşdüyünüz üçün. Hörmətli dostlar, artıq fasiləyə ayrılmağın vaxtıdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, naharda bəcləriniz lazım olacaq. Nahar 1-ci mərtəbədə Tribeca restoranında olacaq. Bu edəki yoldaşlar sizə istiqaməti tapmaqda kömək eləyəcək. Bir daha xatırladım ki, fasilədən sonra saat 13:45-də bizi maraqlı bir musiqi fasiləsi də gözləyir. Odur ki, hər birinizi bir daha bu zalda görmək ümidi ilə sağollaşıram.